Açıq pəncərə. Saki. Xalam indicə aşağı enər, cənab Natel, deyə 15 yaşlı, özündən arxayın gənc bir qız bildirdi. O gələnə qədər mənə dözməli olacaqsınız. Frampton Natel gələcək xalanı da nəzərə alaraq qızın könlünü xoş edəcək müvafiq bir söz tapmağa çalışdı. Ürəyində isə getdikcə daha çox şübhə yaranırdı ki, bir-birinin ardınca tanımadığı yad adamlara edilən rəsmi ziyarətlərin onun müalicə aldığı sinir xəstəliyinə bir faydası toxunacaqmı? O, bu kəndə köçməyə hazırlaşanda bacısı belə demişdi. Orada nə olacağını yaxşı bilirəm. Sən özünü oraya bastıracaqsan. Heç kəslə kəlmə kəsməyəcəksən və qəm-qüssədən sinirlərin əvvəlkindən də pis hala düşəcək. Mən indi sənə orada tanıdığım bütün adamlar üçün təqdimat məktubları verərəm. Doğru xatırlayıramsa, orada kifayət qədər yaxşı insanlar var. Frampton təqdimat məktublarından birini təqdim edəcəyi xanım Sepleton'ın həmin yaxşı insanlardan biri olub olmadığını düşündü. Buralarda çox adam tanıyırsınız, deyə qız kifayət qədər səssiz oturduqlarını düşünüb soruşdu. Demək olar ki, heç kimi, deyə Frampton cavab verdi. Bacım təxminən 4 il əvvəl bu kənddə qalıb. O, kilsə xadiminin evində qonaq olub. Mənə də bura gələndə bəzi adamlara çatacaq təqdimat məktubları verdi. O, son cümləni aşkar bir peşmanlıq tonu ilə dedi. Deməli, xalam haqqında demək olar heç nə bilmirsiniz? Deyə özündən əmin gənc qız sözünə davam etdi. Yalnız adını və ünvanını, deyə qonaq etiraf etdi. O, xanım Sepleton'ın evlimi yoxsa dulmu olduğunu düşündü. Otaqda izahı çətin olan bir şey sanki burada kişilərin yaşadığından xəbər verirdi. Xalamın böyük faciəsi düz 3 il əvvəl baş verib, deyə uşaq bildirdi. Bu, bacınızın buralarda olduğu vaxtdan sonraya düşür. Xalanın faciəsi, deyə Frampton soruşdu. Nədənsə bu dinc kənd yerində faciə sözü çox yersiz göründü. Qız çəmənliyə açılan iri fransız pəncərəsini göstərərək dedi. Yəqin oktyabr günü ortasında bu pəncərəni niyə taybatay açıq qoyduğumuza təəccüblənirsiniz. İlin bu vaxtı üçün hava kifayət qədər istidir, deyə Frampton bildirdi. Amma o pəncərənin faciə ilə bir əlaqəsi varmı? 3 il əvvəl düz bugün xalamın yoldaşı və 2 gənc qardaşı bu pəncərədən çıxaraq ova getdilər. Ancaq bir daha geri qayıtmadılar. Onlar çox sevdikləri Cüllü tovuna gedirdilər. Lakin kollu ərazini keçərkən xain bir bataqlığa batdılar. Bilirsiniz, o ilin yay ayları çox yağışlı keçmişdi və daha əvvəl təhlükəsiz olan yerlər qəfildən, heç bir xəbərdarlıq etmədən çökmüşdü. Onların cəsədləri heç vaxt tapılmadı. İşin ən dəhşətli tərəfi də bu idi. Burada uşağın səsindəki o təmkin itdi və yerini titrək, insani bir kədər aldı. Yazıq xalam həmişə elə bilir ki, onlar bir gün qayıdacaqlar. Onlar və onlarla birlikdə itmiş balaca qəhvəyi spanyel iti həmişə olduğu kimi bu pəncərədən içəri girəcəklər. Məhz buna görə pəncərə hər axşam hava qaralana qədər açıq saxlanılır. Zavallı xalam mənə tez-tez onların necə getdiklərini danışır. Yoldaşı qolunda ağ, su keçirməz plaşı ilə, ən kiçik qardaşı Ronu isə onu qıcıqlandırmaq üçün həmişəki kimi Berti, niyə tullanırsan mahnısını oxuyaraq çıxmışdı. Çünki xalam deyirdi ki, bu mahnı onun əsəblərinə toxunur. Bilirsiniz, bəzən belə sakit axşamlarda mənə də elə gəlir ki, onlar indi o pəncərədən içəri girəcəklər. Qız yüngülcə titrəyərək sözünü kəsdi. Xanım Sepleton gecikdiyi üçün üzrxahlıq edərək otağa daxil olanda Frampton rahat nəfəs aldı. Ümid edirəm Vera sizi darıxmağa qoymayıb, deyə xanım soruşdu. Xeyr, o çox söhbətçildir, deyə Frampton cavab verdi. Ümid edirəm ki, açıq pəncərə sizi narahat etmir, deyə xanım Sepleton dedi. Yoldaşım və qardaşlarım birazdan ovdan qayıdacaqlar. Onlar həmişə buradan içəri girirlər. Bugün bataqlıqda Cüllü dovunda olublar. Ona görə də yazıq xalçalarımı batıracaqlar. Siz kişilər hamınız beləsiniz, elə deyilmi? O, ovdan, quşların azlığından və qışda ördək ovunun necə olacağından şən-şən danışmağa davam etdi. Frampton üçünsə bu tam bir dəhşət idi. O, söhbəti daha az qorxulu bir mövzuya yönəltmək üçün ümidsiz, lakin qismən uğurlu bir cəhd etdi. Hiss edirdi ki, ev sahibəsi ona diqqətinin yalnız bir hissəsini ayırır.
gözləri isə tez-tez pəncərədən kənara, çəmənliyə zillənir. Bu faciəli günün il dönümündə bura gəlməsi şübhəsiz ki, bəxtsiz bir təsadüf idi. Həkimlər mənə tövsiyə etdilər ki, mən yaxşı istirahət etməli və zehni həyəcanlardan uzaq qalmalıyam. Hər cür ağır fiziki fəaliyyətdən də çəkinməliyəm, deyə Frampton bildirdi. O, bir çox insanlarda yayılmış belə bir yanlış təsəvvürə malik idi ki, tam yad adamlar belə onun xəstəlikləri, onların səbəbləri və müalicəsi haqqında ən xırda detalları eşitmək üçün böyük maraq göstərirlər. Pəhriz məsələsində isə həkimlər həmfikir deyirlər, deyə əlavə etdi. Doğrudan, deyə xanım Sapleton son anda əsnəyini gizlədən bir səslə soruşdu. Sonra qəfildən canlanaraq bütün diqqətini topladı. Amma Frampton'ın dediklərinə görə yox. Budur, gəldilər, deyə o qışqırdı. Düz çay vaxtına çatdılar. Üst başları da elə bil gözlərinə qədər palçıq içindədir. Frampton yüngülcə titrədi və qıza tərəf dönərək ona anlayışla dolu bir baxışla baxmaq istədi. Qız isə açıq pəncərədən bayıra baxırdı. Gözlərində donuq dəhşət ifadəsi vardı. Naməlum bir qorxunun soyuq sarsıntısı ilə Frampton kreslosunda çevrilib pəncərədən çölə baxdı. Qatılaşan alatoranlığın içində 3 fiqur çəmənlikdən pəncərəyə doğru yaxınlaşırdı. Hamısının qoltuğunda tüfəng vardı. Onlardan biri isə çiyninə ağ plaş atmışdı. Yorğun, qəhvəyi bir spanyel iti də onların dabanınca gəlirdi. Onlar səssizcə evə yaxınlaşdılar və alatoranlıqdan xırıltılı bir gənc səsi eşidildi. Dedim axı Berti, niyə tullanırsan? Frampton vəhşi bir hərəkətlə əsasından və papağından yapışdı. Dəhliz qapısı, çınqıllı yol və həyət darvazası onun bu qaçışının dumanlı mərhələləri idi. Yolda gedən bir velosipedçi toqquşmadan qaçmaq üçün özünü çəpərə vurmalı oldu. Biz gəldik əzizim, deyə ağ plaşı daşıyan adam pəncərədən içəri girərək dedi. Xeyli palçıqlıyıq, amma çoxu quruyub. Biz gələndə qaçıb gedən o adam kim idi? Çox qəribə bir adam idi. Adı da cənab Natel, deyə xanım Sapleton bildirdi. Ancaq öz xəstəliklərindən danışırdı. Siz gələndə isə nə bir sağ ol dedi, nə də üzrxahlıq etdi. Birdən qaçıb getdi. Elə bir ruh görmüşdü. Yəqin itə görədir, deyə qız sakitcə dilləndi. Bayaq mənə dedi ki, itlərdən dəhşətli dərəcədə qorxur. Bir dəfə Qanq çayının sahilində bir dəstə küçə iti onu qəbristanlığa qədər qovubmuş. O, gecəni təzə qazılmış bir qəbirdə keçirməli olub. İtlər də başının üstündən ona xırıldayıb, dişlərini ağardıb və ağızlarından köpük saçıblar. Kim olsa əsəbləri pozular. Ayaqüstü fantastik hekayələr uydurmaq bu qızın ən yaxşı bacardığı iş idi.